İnsanlar həyatın mənası olduğuna nə üçün bu qədər əmindirlər? Şübhələr içimizi gəmirsə də, bizi yaşamağa məcbur edən nədir? Axı, sabah nə olacağından əmin deyilik. Kainatın uzaq güşələrində baş verənlərdən xəbərsizik. Tarix boyunca misilsiz nailiyyətlər əldə etsək də, xoşbəxtlik səviyyəmizi niyə əhəmiyyətli dərəcədə yüksəldə bilmədik? Tanrı mərtəbəsinə ucalmaq, ilahi güc qazanmaq, ölməzlik və əbədi xoşbəxtliyə nail olmaq istəyən Homo sapiens bəlkə bununla öz sonunu hazırlayır. İnsanlar fırtına, avtomobil qəzası və ya müharibədə həyatını itirdikdə belə biz buna qarşısı alına biləcək texnoloji problem kimi baxmağa meyilliyik. Hökumət daha mükəmməl siyasət yürütsəydi, bələdiyyə öz işini daha yaxşı yerinə yetirsəydi, general daha düzgün qərarlar versəydi, ölümdən qaçmaq mümkün olardı deyə düşünürük. Ölüm məhkəmə iddialarının demək olar ki, avtomatik səbəbinə çevrilib. Axı onlar necə ölə bilərdi? Kimsə hardasa səhvə yol verib. Alim, həkim və mütəfəkkirlərin böyük bir hissəsi ölməzlik barədə xəyallardan uzaq durur və bəzi konkret problemləri həll etməyə çalışdıqlarını söyləyirlər. Bununla belə qocalıq və ölüm müəyyən problemlərin nəticəsi olduğuna görə alim və həkimlər tədqiqatları dayandırıblar. Bəsdir, bu qədər kifayətdir. Vərəm və xərçəngin öhdəsindən gəldik, amma Alzheimer xəstəliyi ilə mübarizə aparmayacağıq. İnsanlar bu xəstəlikdən ölə bilərlər, deyə bilməzlər. İnsan hüquqları bəyannaməsində insanlar 90 yaşına qədər yaşamaq hüququ var, deyilmir. Hər bir insanın yaşamaq hüququ var, deyilir. Bu hüquq hər hansı bir tarixə qədər məhdudlaşdırılmayıb. Biz ölümlülər həyatımızın onsuz da bir gün sona çatacağını bilərək hər gün özümüzü təhlükəyə atırıq. Himalay dağına çıxır, dənizdə üzür, özümüzü küçəni keçmək ya da yemək yemək kimi bir çox təhlükəyə atırıq. Halbuki əbədi yaşaya biləcəyinizi hesab etsəniz, bu əbədi həyatı təhlükəyə atmaq üçün dəli olmalısınız. Bəlkə də orta ömür müddətini 2 qat artırmaq kimi daha təvazökar məqsədlərdən başlasaq yaxşı olar. 20-ci əsrdə orta ömür müddəti demək olar ki, 2 dəfə artaraq 40-dan 70-ə yüksəldi. 21-ci əsrdə bunu ən azından yenə 2 dəfə artırmaq üçün 150 yaşa çatdırmalıyıq. Bu, ölməzlik sayılmasa da, insan cəmiyyəti üçün inqilabi dəyişiklik olardı. Əvvəlcə ailə quruluşu, nikahlar, uşaqlar və valideynlər arasındakı münasibətlər dəyişəcək. Bugün insanlar ölüm ayrana qədər evli qalmağa ümid edir və həyatlarının böyük bir hissəsini uşaq böyütməyə həsr edirlər. 150 illik ömrü olan bir insanı təsəvvür edin. 40 yaşında evlənsə də bundan sonra 110 il yaşaya biləcək. Evlilik həyatının 110 il davam etməsi sizcə realdırmı? Hətta radikal katoliklər də bu suala cavab verməkdə tərəddüd edəcəklər. Beləliklə, bugün artmaqda olan çox nikahlılıq meyli daha da güclənəcək. 40 yaşında 2 uşaq sahibi olmuş bir qadın 120 yaşına çatanda uşaqlarını necə böyütdüyünü zorla xatırlaya biləcək və bu, onun uzun ömründə əhəmiyyətsiz bir epizod olacaq. Belə şərtlərdə valideyn və uşaq arasında münasibətlərin necə inkişaf edəcəyini demək çətindir və yaxud peşə sahəsindəki irəliləyişə nəzər salaq. Bugün 20 yaşlarımızda öyrəndiyimiz bir peşə ilə ömrümüzün axırına qədər məşğul olacağımızı düşünürük. Sonrakı illərdə də, məsələn, 40 və 50 yaşlarında da yeni peşələr öyrənə bilərik, amma ümumilikdə həyatı öyrənmək dövrü və bunun ardınca gələn işləmək dövrünə ayırırıq. 150 illik bir ömür sürsəniz, xüsusən də daim yeni texnologiyalarla silkələnən bir dünyada bu bölgünün heç bir əhəmiyyəti olmayacaq. İnsanlar daha uzun müddət işləməli olacaq və buna görə də hətta 90 yaşında da özlərini təkmilləşdirmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən, insanlar 60 yaşlarında təqaüdə çıxmayacağı üçün yeni ideya və hədəflərə sahib olan yeni nəsillərə də yol açılmayacaq. Fizik Max Planck'in dediyi kimi, elm dəfnindən dəfnə inkişaf edir. O, yalnız nəsillər dəyişdikdə yeni nəzəriyyələrin köhnə nəzəriyyələri ortadan qaldıra biləcəyini nəzərdə tuturdu. Son 100 ildə orta ömür müddəti 2 dəfə artsa da, qarşıdakı 100 ildə bunu daha 2 dəfə artıra biləcəyimizi düşünmək əsassızdır. 1900-cü illərdə dünyada orta ömür müddəti 40 yaşdan çox deyildi. Çünki çox sayda insan pis qidalanma, infeksiya və müharibələr ucbatından ölürdü. Lakin aclıq, epidemiya və müharibələrdən canını qurtaranlar 70 və ya 80 yaşına qədər ömür sürə bilirdi. Bu isə Homo sapiensin təbii ömür müddətidir. Geniş yayılmış fikrin əksinə olaraq 70 yaşına çatmış insanlara keçən əsrlərdə təbiətin nadir məhsulu kimi baxılırdı. Galiley 77, Newton isə 84 yaşında həyatla vidalaşdı. Michelangelo antibiotik, vaksin və ya orqan nəqlinin köməyi olmadan 88 yaşına qədər ömür sürdü. Hətta meşədəki şimpanzelər də bəzən 60 il yaşaya bilir. Əslində qalsa, müasir tibb təbii ömrümüzü bircə ildə uzatmayıb. Onun ən böyük uğuru bizi vaxtsız ölümdən xilas etmək və qalan ömrümüzü həyatdan zövq almağı təmin etməkdir. Əgər xərçəngin, diabetin və başqa ağır xəstəliklərin öhdəsindən gələ bilsək, bu sadəcə hər kəsin 90 yaşına qədər yaşaya biləcəyi demək olacaq, amma 500 il yox. Heç 150 ildə yaşamağımıza kömək etməyəcək. Bunun üçün təbabət insan bədənindəki ən fundamental strukturları və prosesləri yenidən layihələndirilməli, orqan və toxumaları regenerasiya etmək yollarını tapmalıdırlar. 2100-cü ilə qədər bunlara nail olmağımız çətin görünür. Bununla belə, ölümə qalib gəlməyə çalışarkən qarşılaşdığımız hər uğursuzluq bizi hədəfə daha da yaxınlaşdıracaq. Bu isə böyük ümidlər doğuracaq və insanları daha çox çalışmağa sövq edəcək. Beləliklə, ölməzliyə nail ola bilməsək də ölümlə mübarizə yəqin ki, gələn əsrin ən mühüm layihəsi olacaq. İnsan həyatının müqəddəsliyinə olan inamımızı və elmi fəaliyyətlərimizin dinamikasını nəzərə alsaq, bunun üzərinə kapitalist iqtisadiyyatın ehtiyaclarını əlavə etsək, ölümə qarşı amansız mübarizə qaçılmaz görünür. İnsan həyatının mühüm olduğuna dair ümumi fikrimiz ölümlə razılaşmağımıza heç vaxt imkan verməyəcək. İnsanlar hər hansı səbəbdən ölməyə davam etdikcə, ölümə qalib gəlmək üçün göstərilən səylərin də sonu olmayacaq.
Bütün bunlardan əlavə insanların əksəriyyətinin ürəyinə çökmüş olan ölüm qorxusu ölümlə mübarizəni daha da gücləndirir. İnsanlar ölümün qaçılmaz olduğunu düşündüyü üçün əbədi həyat arzusunu erkən yaşlarda boğmağı və ya bu arzunu başqa hədəflərə yönəltməyi öyrənirlər. İnsanlar əbədi yaşamaq istəyirlər, ona görə də ölməz simfoniya bəslənir, müharibələrdə əbədi şöhrət qazanmağa çalışır ya da ruhları cənnətdə əbədi xoşbəxtlikdən həzz ala bilsin deyə öz həyatlarını fəda edirlər. Bədii yaradıcılığımızın, siyasi tərəfkeşliyimizin və ya dindarlığımızın əsas hissəsi ölüm qorxusu ilə bəslənir. Ölüm qorxusu sayəsində böyük şöhrət qazanan Woody Allen mavi ekranda əbədi yaşamağı arzu edirsinizmi sualına mən evimdə yaşamağa üstünlük verərdim deyə cavab vermiş və bunları əlavə etmişdi. Mən işimdə ölməzlik qazanmaq istəmirəm. Ölməyərək ölməz olmaq istəyərəm. Əbədi şöhrət, milli yad etmə mərasimləri və ya cənnət arzuları Allen kimi ölmək istəməyən insanlar üçün zəif alternativdir. İnsan ölümdən qaçmağın mümkün olduğuna inandığı zaman onun həyat eşqi, sənət, ideologiya və dinlərin yükündən qurtulub güclü bir sel kimi irəliyə doğru axacaq. Biraz da ölməzlik iksirini əldə etmək istəyən qoca maqnatları və yaşlı Hollywood ulduzlarını düşünün. Əgər elm ölümlə mübarizədə əhəmiyyətli uğurlar qazanarsa, əsl müharibə laboratoriyalardan parlamentlərə, məhkəmələrə və küçələrə keçəcək. Elmi səylər uğurla nəticələnərsə, daha böyük siyasi ixtişaşlar doğuracaq. Tarix boyunca baş vermiş bütün müharibə və konfliktlər qarşıda bizi gözləyən əsl mübarizənin sadəcə sönük bir müqəddiməsi ola bilər. Əbədi gənclik uğrunda mübarizənin.